Növbəti çalışmalarımıza gəlin nəzər salaq. Burada da yəlik əvəzliklərini istifadə etməliyik. Eta strana, deməli mənim yəlik əvəzliyindən istifadə etməliyik, düzgün seçməliyik, uyğun olanı. Strana qadın cinsindədir, bu mənim ölkəmdir. Это моя страна. Город, bu mənim şəhərimdir. Это мой город, çünki город kişi cinsindədir. Dom, kişi cinsi. Это mой dom. Окно, orta cinsdədir. Это мое окно. Комната, otaq, qadın cinsindədir. Это моя комната. Сад, kişi cinsi. Это мой сад. Собака. Это моя собака. Mənim dostum və mənim rəfiqəmdir. Dost kişi cinsində olacaq. Это мой друг и моя подруга. İndi sənin. Rюкзак. Это твой рюкзак. Bu sənin çantandır. Это бюро, orta cinsdədir. Это твое бюро. Комната, qadın cinsində. Это твоя комната. Место, orta cinsdədir. Это твое место. Universitet, kişi cinsindədir. Это твой университет. Книга, qadın cinsindədir. Это твоя книга. Дом, kişi cinsində. Это твой дом. Кошка, pişik. Это твоя кошка. Компьютер, это твой компьютер. Bax belə. Növbəti çalışmaya gəlin nəzər salaq. Это чей карандаш? Suala cavab verməliyik. Möntərəzədə yazılan şəxs əvəzliyi düzgün yəlik əvəzliyində istifadə etməliyik. Это мой карандаш. Bu mənim karandaşımdır. Это чья ручка? Bu kimin qələmidir? Bu sənin qələmindir. Это твоя ручка. Niyə görə твоя istifadə elədik? Çünki ручка qadın cinsindədir. Это чье место? Kimin yeridir? Möntərəzədə onun yazılıb. Yəni bu onun yeridir. Это его место. Orta cinsdə olmağına baxmayaraq, его bütöv cinslərindən eyni istifadə olunur. Это чья вода? Kimin suyudur? Bu onun suyudur, qadının. Это ее вода. Это чей учебник? Kimin dərsliyidir? Sizin olmalıdır. Это учебник kişi cinsindədir. Это ваш учебник. Это чей класс? Kimin sinifidir? Bizim sinifimizdir. Это наш класс. Это чьи вещи? Kimin əşyalarıdır? Bu bizim əşyalarımızdır. Это наши вещи. Это чей словарь? Словарь kişi cinsində. Mənimdir. Это мой словарь. Это чьи очки? Kimin eynəyidir? Bu sənin eynəyindir. Это твои очки. Это чья комната? Kimin otağıdır? Bizim otağımızdır. Это наша комната. Это чей telefon? Bu kimin telefonudur? Onun telefonudur. Это его telefon. Bu kimin almasıdır? Это bu mənim almamdır. Это мое, orta cinsdədir alma. Мое яблоко. Это чья куртка? Bu onun kurtkasıdır. Kurtka qadın cinsindədir. Это моя. Oy, üzr istəyirəm. Onun. Это ее куртка.
Это чей bilet? Kimin biletidir? Bu sənin biletindir. Это твой bilet. Это чьи продукты? Kimin ərzaqlarıdır? Onların. Это их продукты.